Allah bərəkət versin qardaş. Bir dənə ətraflı məlumat ver. Bu neçə keçidir, nə tərdir? Dəyərli qardaşlar da baxsın. 100 baş kesilir qardaş. Hə, 100 baş. Onun 50'si 50'den artığı doğubdur. Hər gündə 4'ü 5'i doğur. Hə. Allah bərəkət Allah versin. Bax axı bu çəpişlər qabaqcadan doğulan çəpişlərdir. Bilmə, yəni burada faraş da var deyə, burada çoxdur faraş çəpişi. Elə bunun 50 dənəsi düzə gedir bu çəpişi. 50 dənəsi düzə gedir. Neçə bala var bunun altında 100 keçinin? 100 keçinin altında 75-76 bala var. 75-76. Hə. Amma keçin 25 dənəsi də yekizdir. Demək 50 keçin doğub 25 ekizdir də belə deyək. 50 Bunlar ekiz tay. İkisi ağların, ikisi də ekizdir. Dəyərli qardaşlar, 50 keçisi doğub bu qardaşın. Onun 25 dənəsi ekizdir. Bunu neçə deyirsən qardaş belə? Qocası, cavanı, qiymətini bir dənə ətraflı məlumat ver. Biləm sənin bu şeydən anlayışın yoxdur. Qocası yoxdur bir dənə də. Sən elə olduğu kimi danışmalısan ki, o alan qardaşlar baxsın. Hə, yəni belə 230 ilə deyirəm. 230 manatdan deyirsən. Hə. Bala Çəpişlərin hamısı təkrar. 100 keçinin 100 keçin 75 dənə altında bala var da belə düşür. Hə. Onu da bir yerdən 230 manata deyir bu qardaş. Amma oğlu bunun müəyyənlərinin dişini baxaq. Hansını deyirsən? Hansını? Deyə bax belə. Deyə bax bunun elə, bax bunun ağzını aç görüm, onun ağzını aç görüm. Hən elə qabağa çıxanlardan. Hamısını. Sağ yelinə bax hələ doğmayıb. Çəpiş ağzında. Bax, bax, vot. Bu yelənlidir, yetikdir. Qalan hamısı belədir. Birini doğub. Yox, elə bilirəm inşallah satılar keçin. Deyə bax bu hələ növbə etmişik. Yəni çox deyil. Deyə o indi doğub. Yəni günə Bu bu gün doğub, eləmi? Ekiz doğub indi. Hə. Balasının biri deyə odur, düşür orada. Biri də deyə odur, səhv eləmirəmsə. Çöldədir. Allah bərəkət versin qardaş. Allah kömək olsun.